Bugünkü qonağımız Sabah Hub İdarə Heyətinin üzvü Orxan Abbasovdur. Fondumuz artıq 10 startapa investisiya edib, investisiyalarla bağlı gördüyümüz fəaliyyətlərdir. Burada Sabah fond var, hansı ki 25 milyon dollarlıq fonddur. Yeni ümumiyyətlə onda startaplara nə tövsiyə eləyəriz? Yəni ilkin mərhələdə nəyə fokuslanmalıdır? İdeyanızı dedikdə, yəni istərdik ki, məhsul olsun, istərdik ki, dövrəyəli bir məhsul olsun və s. Elə bil ki, bu biraz numbers game deyək də, buna rəqəmlərin oyunu deyək. Bəlkə də bir 30-40 il əvvəl milyonçu olmaq çox çətin bir proses idi, ağırlı bir proses idi, amma bu gün milyonçu olmaq mən düşünürəm ki, qat-qat asan da olur. Hələ Azərbaycanda elə bir investisiya yoxdur, 40x eləsin. Salam hamıya, bu gün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bu gün biz startaplar haqqında danışacağıq. Bugünkü qonağımız Sabah Hub İdarə Heyətinin üzvü Orxan Abbasovdur. Orxan bəy, xoş gəlmisiniz. Çox sağ olun. Xoş gəldiniz. gəlmisən. Çox sağ olun. Ürəyim partlayardı. Necəsiz? Sağ olun, sağ olun. Necə çatdı? Studiyamız necədir? Çox gözəl studiyadır, yəni. Orxan bəy, əslində mən özüm də bir belə deyim də startap qurucusu kimi bugünkü danışacağımız mövzular, verəcəyimiz suallar, alacağımız cavablar mənim üçün də çox maraqlıdır və belə deyim də Sabah Hub Azərbaycanda bu inkubasiya hissəsində, startaplara dəstək istiqamətində ən öndə gedən belə deyim qurumlardan, şirkətlərdən biridir və biz istəyirik ki, bizə bir neçə sualımız var. O sualların üzərindən həm bu startap ekosistemi haqqında danışaq, həm Sabah Hub'un fəaliyyətləri haqqında danışaq, həm də növbəti suallarda Baku ID tədbiri haqqında da sizə ətraflı suallarımız olacaq. Kəmrən, adət-ənənəni pozmadan, vaxt itirmədən birbaşa başlayaq. Ümumiyyətlə Sabah Hub'un əsas funksiyası nədən ibarətdir və fərqləndirən hissələri nədir? Ümumiyyətlə Sabah Hub ölkənin ən böyük innovasiya mərkəzidir. Sabah Hub ölkənin iqtisadiyyatına, knowledge ekonomiyaya keçidə dəstək olmaqdan ötürü fəaliyyət göstərir. Bu da o deməkdir ki, startaplara dəstək göstərir və bunu da bir neçə istiqamətdə bunu edirik. Birinci istiqamət insan kapitalının inkişafı ilə bağlı olan işlərimizdir. Burada həm bizim məktəbimiz var, Sabah School deyə məktəb. Bundan əlavə bizim akademiyamız var, universitetlərdə təhsil keçirik. Bundan əlavə olaraq akselerasiya, inkubasiya mərkəzlərimiz və s. Digər məsələ infrastrukturla bağlı olan dəstəyimizdir. Burada biz Sabah City layihəmiz var, böyük layihədir, 20 hektar ərazidə şəhərcik tikintisi ilə məşğuluq və burada sırf innovasiya oyunçularının hamısını bir araya toplamaq istəyirik. Həm universitetlər, həm böyük şirkətlərin innovasiya qolları, həm də elmi tədqiqat araşdırma mərkəzləri. Üçüncü istiqamət isə bizim investisiyalarla bağlı gördüyümüz fəaliyyətlərdir. Burada Sabah fond var, hansı ki 25 milyon dollarlıq fonddur. Ölkədə və regionda olan ilkin aşamada olan startaplara toxum və round A, pre-round A dediyimiz mərhələlərdə yatırım edirik. Əlavə olaraq Mələ İnvestisiya klubumuz var və s. Və bunun hamısını da qeyd eləməkdən ötürü ildə bir dəfə Baku ID tədbiri keçiririk. Harada bütün innovasiya oyunçuların bir yerə toplayıb, həm adından da bəlli olduğu kimi investisiya cəlb eləməyə çalışırıq. Ölkədə olan, regionda olan startaplara venture fondları gəlir, 100-dən çox venture fondu olur orada. Bundan əlavə olaraq 100-dən çox startap gəlir, həm Azərbaycandan, həm regiondan. Region dediyimiz Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkiyə və eyni zamanda MENA, Middle East, North Africa dediyimiz Saudi, Qətər və digər ölkələrdən. Mənim ən çox marağımı cəlb edən bir Sabah City layihəsi oldu. Yəni düşünürəm ki, 20 hektarlıq ərazidə o formada bir innovativ bir belə deyim də layihənin qurulması əslində böyük bir əmək tələb eləyir. Sizə uğurlar bu işdə. Elə söhbət açılmışkən elə istəyərdim ki, Baku ID tədbiri haqqında bir danışasınız. Sonra artıq mən digər sualımı sizə verəcəm ki, ümumiyyətlə Baku ID tədbiri aşağı-yuxarı bildiyi nə üçündür və nə zaman keçiriləcək, nəyə xidmət edir? Bu haqqda
bir detallı məlumat verərdiniz? Baku Hadis tədbiri bu illərin iyunun 19-20-si tarixlərində keçiriləcəkdir. Məkan olaraq Göl Joker və Daş Salnaməsi muzeyi olaraq seçmişik bu illərim. Artıq 4-cü dəfədir Baku Hadis tədbirini keçiririk. Bu tədbir zamanında bu günə qədər 3 milyon dollardan artıq yatırım olunub startaplara. Bu həm Azərbaycan startaplarıdır, həm bayaq dediyim böyük region, həm də ki Saudidən, UAE-dən və s. olan startaplara investisiyalar olunubdur. Əsas məqsədi elə sırf bu investisiyaları təşviq eləməkdir bölgədə. Çünki statistikaya nəzər yetirsək, Azərbaycanda VC amount for capital dediyimiz, yəni əhali başına düşən venture capital məbləğinin aşağı olması tək Azərbaycan deyil, bütün regionda aşağı olmasını bağlamağa çalışırıq və bunun üçün venture fondları ildə bir dəfə Bakıda toplayıb onları bölgənin ən yaxşı startapları ilə tanış edib onları yatırım etməyə çalışırıq. İstənilən, yəni belə deyim də startap sahibi, qurucusu orada iştirak edə bilər? Bəli. Qonaq ola qisminə də gələ bilər. Artıq qeydiyyat formumuz bağlıdır, təsvir olsun ki, səhnədən çıxış etmək üçün, amma qonaq olaraq gələ bilər. Bizdə hətta belə bir maraqlı bir hadisə var ki, Azərbaycanlı bir startap ideya mərhələsində Qalandiyadan olan investorla Baku Hadis tədbirində burger yeyərək $100,000 reyiz elədiyi olubdur, $100,000 aldığı. Bu fikir batdı. $100,000 eşitən gözləri böyük oldu. Bu bizim elə 2 il öncə Baku Hadisdə olmuş hadisədir. Tək bu hadisə deyil təbii ki. Bir çox bu tip hadisələr var ki, harda sadəcə networking edərək, investorlarla tanış olaraq orada növbəti aşamaya siz öz münasibətlərinizi daşıyırsınız. Harda ki, artıq həmin fonda siz pitch edirsiniz, ideyanızı təqdim edirsiniz. Ondan sonra onlar ideyanızı dedikdə, yəni istərdik ki, məhsul olsun, istərdik ki, dövrəyəli bir məhsul olsun və s. Və ondan sonra hər bir fondun öz prosesi var, o prosesə daxil ola bilirsiniz. Sadəcə bu bir yaxşı platformadır ki, orada gəlib belə deyək də həm burgerinizi yeyəsiniz, həm də investorlarla tanış olasınız. Yaxşı bir nümunələr gedir. Məndə bir sual yarandı. Ümumiyyətlə Sabah bir çox startaplara dəstək olmusunuz da siz. Ümumiyyətlə sizdə bu belə yadda qalan ən uğurlu startaplar hansıdır? Hansını misal kimi gətirə bilərsiniz? Bizdə əslində çoxlu maraqlı hadisələr var. Biz fond olaraq desək, əgər dəstək, birbaşa dəstək, yatırım dəstəyindən söhbət gedirsə, bizdə fondumuz artıq 10 startapa investisiya edib. Bunların içində Azərbaycanlı startaplar, xarici startaplar da var. Bəziləri hələ anons olunmayıb. Anons eləməkdən ötürü Baku Hadis tədbirini gözləyir. Ona görə fond tərəfdən adları çəkə bilməyəcəm, təsvir olsun ki, həmin şirkətlərin. Amma mən bir dənəsini deyərdim. Məsələn, Saudidən bir startup var, Ayla, AILA, elə bil ki, AI Learning Assistant. Müəllimlər üçün süni intellektlə onları elə bil ki, müəllimin yardımçısı kimi düşünün. Keçən il Baku Hadis tədbirində gəlib pitch etdikdə biz bəyəndik səhnədən elə. Biz White Hill Capital Qazaxıstandan və s. elə yerindəcə investisiya etdik və bu bizim bir belə deyək də düzü sonra proses gedir, due diligence prosesi, həmin startupın rəqəmlərinə baxırıq, hardadır, hara gedir, strategiya nədir, amma həmin elə bil ki, Baku Hadisdə olan bir hadisə yadda qalıb. Bundan əlavə bir də BIP startupını qeyd etmək istəyərdim. Bizim Aksirasan nümunələrindən biridir. Fərid Şükürov startupın founderı. Bizə gəldikdə biz ona çalışdıq, haradasa istiqamət verək. O vaxtlar bizdə iBusiness School-da olan proqramımız var idi. İspaniyanın ən böyük biznes məktəbi. Siz də yəqin ki, oradan ekspertimizdən Alberto Levi ilə tanışsınız, Bakıya köçüb. iBusiness School elədiyimiz proqramın üzvüydü və ondan sonra Fərid Gürcüstana 500 Georgia'nın proqramına qəbul oldu və $100,000 oradan investisiya aldı. Daha sonra digər yerli və xarici investorlardan da investisiya almağı bacardı. İndi hələ də aktivdir, bazardadır, fəaliyyət göstərir. Web extension'dır, Chrome-da istədiyiniz vaxt. Developerlar üçün əsas. Siz də startup foundersınız, yəqin ki, hər gün developera screenshot edirsiniz, WhatsApp-dan atsınız və s. O problemi aradan qaldırır. Web extension'dır, məsələn, Chrome-a əlavə edirsiniz. Sonra, məsələn, web saytınızda hansısa düyməni dəyişmək lazım, developera comment qoymaq istəyirsiniz.
tag edirsiniz, developerın öz inboxuna gedir düşür və birbaşa artıq bilir ki, harda nə problem var. Allah. Ümumiyyətlə Kamran, həqiqətən startap belə bir şeydir ki, evli sən balaca uşağındır, gecəsi gündüzü yoxdur. Gecə saat 3-ə kimi duranları sistem qurmuşam ki, nədir startap bir ortaya çıxsın. Biz ümumiyyətlə danışdıq, ümumiyyətlə Bakaydı tədbirindən, Sabah Hub'un ümumi strategiyalarından və s. Bəs Azərbaycanda bu startap ekosistemi haqqında, ümumiyyətlə startapların gedişatı barəsində ümumiyyətlə biz düşünə bilirikmi? Yeni bir startap yarada bilirikmi? Necə qiymətləndirirsiniz bunu? Yəni əsas işin içində olan biri kimi. Azərbaycanda startap ekosistemi inkişaf etməkdədir. Deyərdim ki, çox düzgün addımlar atılır. Bu həm dövlət səviyyəsində, dövlət qurumları səviyyəsində atılır, həm özəl şirkətlərin özləri olsun, bura Paşa Holding və s. Nexol Holding aid eləmək olar. Eyni zamanda da startapların özü də inkişafdadır. Belə baxsaq, Azərbaycandan uğurlu startap nümunələrinə gəlsək, burada Push-Otsun nümunəsini vermək olar ki, artıq 3 bazarda aktiv fəaliyyət göstərir. Bundan əlavə olaraq 4-cü bazar Saudiya açılmaq üzrəyik və əlavə olaraq Push-30 indi növbəti investisiya raundunda qaldırılmaq üzrədir. Hətta yarısının da belə deyək commitmentini alıbdı investorlardan. Amma Push-30 tək nümunə olmamalıdır. Təbii ki, böyük bir qəp var, harada ki, boşluq var. Yəni, ilkin aşamada olan çoxlu startaplar var, ideya mərhələsində hardasa. Sonra böyük bir boşluq var və sonra Push-30 gəlir, Halal Booking gəlir, Azərbaycanlı founderdır, xaricdə fəaliyyət göstərir. Daha sonra Elven var, məsələn, orada da Fərdi İsmailzadə bəlkə tanıyasınız, onun qurmaq istədiyi startaplar, qurduğu startaplardan biridir, yəni böyütmək istədiyi deyək. Ekosistem quruculuğu ilə bağlı Paşa Holdingin bir sıra tədbirləri var. Burada həm daxili innovasiya proqramları var, Kickbox proqramı. Burada həm onların Emerge Summiti var, sentyabr ayında baş tutacaq. Burada digər onların elədiyi belə Emerge Fund var, harada ki Azərbaycanda və regionda olan venture fondlarla birlikdə investisiya etmək istəyir. Və bir çox Paşa Holdingin tədbirləri. Əlavə olaraq Sokar məsələn çox aktivdir bu istiqamətdə fəaliyyət göstərir. İnnovasiya qolunu açmağa başlayıb və hətta böyük bir irəliləyiş əldə ediblər. Və digər şirkətlər, yəni bu istiqamətdə dövlətin də dəstəyi danılmazdır. Burada İnnovasiya Agentliyinin fəaliyyəti, harda ki startaplara dəstək olurlar. Xarici proqram providerləri gətirirlər Azərbaycana və onlarla məsələn gaminglə bağlı bu yaxınlara kohort başladılar. Ondan əvvəl Viveka ilə elədikləri kohort var idi və s. və elə bil ki bu biraz numbers game deyək də, buna rəqəmlərin oyunu deyək. Nə qədər çox ilkin aşamada ideya olsa bir o qədər növbəti addımlara keçə biləcəkdir və sadəcə biz ekosistem oyunçuları hər bir aşamada dəstək olmağa çalışırıq. Yəni belə başa düşdüm ki, ümumiyyətlə bir startap quran insan mütləq şəkildə axtarışda olmalıdır. Yəni necə bir axtarışda biz məsələn deyirik ki, məsələn Sabah Hub'un falan tədbirləri olur, adicə Bakayda olsun və Emerge Summit olsun, Paşa Holdingin təşkil etdiyi və digər bu tipli tədbirlər əslində çoxdur. Sadəcə biraz araşdırmaq lazımdır, axtarmaq lazımdır ki, bu belə deyim də bunu inkişaf elətdirə bilək. Bəs ümumiyyətlə bir insan tutaq ki, mənim bu gün bir startapım var, bir ideyam var, fikrim var. Əslində burada sualımı iki hissəyə bölmək istəyirəm. Bir, ideyam var sadəcə, amma pulum yoxdur. Necə eləyə bilərəm ki, tutaq ki, Sabah Hub bu formada sırf ideyaya investisiya edirmi? Və ya bu birinci sualım. Bir ikinci sualım, əgər ideyam var, müəyyən bir struktura gəlib çatmışam, bu zaman Sabah Hub'a necə müraciət etməliyəm? Siz insanlar necə tapa bilər bu məsələdə? Uzun sual oldu, qısa verin o sual. 100.000 dollar qısa konkret. Onu aparırdı. Mən qısa olaraq sual verdim, hə. 100.000 dollar tərəfindən getməsək suala qayıtsaq. İdeya mərhələsində startaplara investisiya etmək bu dəqiqə biraz çətindir, onun mən imkanlarını deyim. Bununla bağlı normalda startapın investisiya mərhələləri olur. Bunu Amerikada da belədir, Asiyada da belədir, Azərbaycanda da belədir. Buna da oyunun qaydaları deyək də, startup bir oyundursa oyunun qaydaları var. Yəni bunu biz belə qoymamışıq. Bunu illərdir, 50 ildir, 60 ildir Silicon Valley-də olan startuplar bunu belə qoyur və s.
Oyunun qaydaları bundan ibarətdir ki, toxum aşamasında ya da toxum aşamasından əvvəlki aşama pre-seed stage-də deyək, 3F qaydası var. Friends, Family, Fools. Yəni bu 3 qrupdakı adamlar sizi investisiya eləyə bilər. Siz dediyiniz mərhələdə elə həmin mərhələdir ki, arada ideyam var, amma dövriyyəm yoxdur və s. yoxdur. Biraz amma bazar reallığı da dəyişir təbii ki. Çünki indiki reallığı nəzərə alsaq, çox kiçik bir nümunə deyəcəm. Yəni sizdə iki ideyanı hard coding də eləmək olar, amma sadəcə MVP-ni bazarda test eləməkdən ötürü, hansısa bir dövrü əldə eləməkdən ötürü no code, low code platformalar var. Kod biliyinə ehtiyac yoxdur. Ödənişi çox aşağı platformalar var. Yəni bu söhbət $20, $50 arası bir ödənişdən gedir. Siz girirsiniz, kod bilmədən nə qurmaq istədiniz, indi süni intellektlə hətta siz əllə qurmaya da bilərsiniz. Sadəcə ona deyə bilərsiniz ki, mən nə qurmaq istəyirəm, brandimin adı nədir və s. Və onun üzərindən sizə MVP-ni çıxarmağa kömək eləyə bilər. Bir də nümunə deyim. Enhance Azərbaycan deyə bir şirkət açılıbdır. Sabah Hub və Enhance Ventures tərəfindən birlikdə. Enhance Azərbaycanın biz bu yaxınlarda bir workshopunu keçirdik öz əməkdaşlarımız üçün. 1 saat ərzində MVP buraxmaq bazara. İdeya yoxdur, heç nə yoxdur. Sadəcə bir oturduq, Sabah Hub'ın 100 əməkdaşı və Enhance Azərbaycanın 10 əməkdaşı. Enhance Azərbaycandan suallar gəldi auditoriya. Məsələn, industriya nə olsun? O industriyanın içində sub-industriya nə olsun? Hansı problemi həll edək həmin sub-industriya və s. Və bu 1 saat ərzində davam elədi. 1 saatın sonunda bizim həm brandingimiz hazır idi. Logo və s. brand book və s. Təbii ki, sorunun üzərində işləmək bir xeyli yol var, amma sadəcə 1 saat nəticəsi olaraq biz ortaya MVP-ni qoya bildik və hətta deploy olunmuş veb-saytımızda var idi. İndiki bu süni intellekt biraz adamı həm maraqlandırır, həm biraz adamı qorxuzur. O barədə ki, hansı işlər qalacaq, hansı işlər qalmayacaq və s. Bu tip bir suallar yaranır adamda. Amma bunu 1 saat ərzində eləyə bilirsinizsə, məncə ideya mərhələsində saxlamamalısınız bir ideyanı. Yəni qısaca validate eləyin və onu bazara buraxın. O ki qaldı bizim hansı proqramlarımızla hardan tanış ola bilərsiniz? Təbii ki, Baku ID-də bunun anonsmentlarını və s. eləyəcək önümüzə gələn, bizim üçün belə deyək, sezonun bağlanışıdır Baku ID və gələn sezonun açılışına biz teaserlər veririk. Orada biz anons eləyəcəyik hansı proqramlar gəlir. Bizim akselerasiya, inkubasiya proqramlarımız gəlir. Fondun müraciət formaları və s. həmişə kimi aktivdir. Bu istiqamətdə bizə müraciət edə bilərsiniz və dəstək ola bilərik. Amma tez Sabah Hub deyil, bütün ekosistemə məncə baxmaq lazımdır. Bayaq dediyiniz kimi, əgər kiminsə startupı varsa, bütün ekosistemə baxıb oradan imkanları dəyərləndirə bilər. Bu arada izləyicilərimizə də deyim, bu Baku ID tədbiri üçün iTicket-dən yəni hələ də biletlər aktivdir, alıb iştirak edə bilərsiniz. Düşünürəm ki, o çox faydalı olacaq. Belə deyim də startup qurucuları üçün. Bəli. Bizim Kamranla olan münasibətimiz biraz fərqlidir. Yaxşı, bir dənə sual sənə görə verim. Azərbaycanda startupların investisiya alma imkanlarını siz necə dəyərləndirirsiniz? Səmimi desəm məncə limitlidir. Çünki çox normalda Türkiyədə baxsaq, Qazaxstana baxsaq və s. investisiya imkanları daha da genişdir. Gürcüstanın özündə olsun, orada məsələn akselerasiya proqramı var ki, harda akselerasiyanın əvvəlində investisiya eləyirlər və s. Amma limitli olmağına baxmayaraq inanılmaz deyil, belə deyək. Həm mələk investor klubları yaranır. Ülvi bəyin bu yaxınlarda yaratdığı mələk investor klubu var, Code Academy. Sabah Angels var. Bundan əlavə olaraq digər mələk investor communityləri var, belə deyək də, yığılırlar bir yerə. Onlar özləri də axtarışdadır, startup axtarışındadır. Yəni, və bu nəyə görə baş verir? Çünki real nümunələr var artıq bazarda. Məsələn, Push 30-un mələk investoru, ilkin aşamada investisiya edən mələk investoru artıq investisiyasının 40 qatını əldə eləyə bilər istədiyi zaman. Yəni, belə bir reallıq var. Və bunu digərləri də gördükdə Push 30-un 2022-dən bu yana götürəkdə tarixçəsi 3 il yarım ərzində hələ Azərbaycanda elə bir investisiya yoxdur ki, 40x eləsin investisiyanı. Ona görə bunu görürlər təbii ki, ekosistemdə və mələk investisiyalara əmələ gəlir. Bundan əlavə olaraq venture fondları var. Qafqaz Ventures'dır, Sabah Fonddur.
və ümidvaram ki, yaxın zamanda Emerge Fund hətta var və bundan əlavə digər fondlar da ümidvaram çox qısa zamanda ortaya gələcəklər. Və əgər sual ondan ibarətsə ki, Azərbaycan startapın investisiya alması nə dərəcədə realdır? Azərbaycanda yox, geniş miqyasda nə qədər realdır? Bu çox real məsələdir. Yəni biz hər bir təbii ki, ekosistem qurulanda bir strategiyası olur. Amma məsələn bizim strategiyada US yoxdur, Amerika yoxdur, amma Amerikaya nümunəsini verəcəm. Bir dənə startap var. 18 yaşı təzə tamam olmuş Qazax founderdır. Məktəbi buraxır və indi bu dəqiqə Y Combinator tərəfindən Amerikanın ən böyük akselerasiya mərkəzindən investisiya cəlb edibdir. Yəni bu reallıqda var. Yəni tək Azərbaycanla özümüzü limitləməməliyik məncə. Və Azərbaycanlı founderlar həm Qazaxstana baxmalıdır, həm Özbəkistana baxmalıdır, həm Gürcüstana baxmalıdır, Türkiyəyə baxmalıdır. Türkiyənin rahatıdır çünki dil bariyeri yoxdur və s. Amma mən həmişə demişəm ki, Azərbaycanlıların ən böyük üstünlüyü odur ki, biz doğuşdan elə bir 3-0 irəlidəyik. Çünki əgər rus dilində danışılan bir cəmiyyətdə böyüsənsə, biraz Qazaxstan, Özbəkistan bazarı da rahat olur. İngilis dilini bilirsənsə, Gürcüstan bazarı da, Avropa bazarı da və s. Yəni bu istiqamətdə elə bir ki, bazar daha da genişdir. Əslində bizim təsəvvür etdiyimizdən qat-qat genişdir. Mən razıyam əslində. Nə baxsan Şəmrun? Baxırdım ki, rus dili deyəndə nəsə sifətin dəyişdi. İngilis dili deyən kimi üzün güldü. Çox sağ olun Orxan bəy. Mən bir dənə indi siz dediniz məsələn Push 30-da 42 kimi bir geri dönüş var da. Ümumiyyətlə indi Sabah Hub indiyə qədər 4 milyondan çox belə deyim də investisiya edib və bunun o return of investment, yəni o geri dönüşü hansı səviyyədədir və bunu necə qiymətləndirirsiniz? Bu yaxın dövrlərdə necə olacaq? Yaxşı sualdır. O barədə ki, yaxın dövrlərdə olmayacaq. Çünki normalda bizim elədiyimiz investisiyalar, bizim elədiyimiz deməyə ona tam da, yəni 4 milyon rəqəmindən söhbət gedirsə, bizim dəstəyimizlə get-gedə artır. Yəni 100 mindən 4 milyona qaldı. Yavaş-yavaş artır. Get-gedə artırır. Bizim elədiyimiz investisiyalar, bizim dəstək olduğumuz, vasilə olduğumuz investisiyalardan söhbət gedirsə, istənilən investisiyanın bir expected timeline'ı var. Bu da bir neçə round, investisiya raundu keçməlidir. Əgər hər bir raundların arasında il yarım ortalama bir müddət olsa, bəzən 2 il və biz 3 raund sonra exit eləsək, bu elə 6 illik bir timeline deməkdir. İstənilən fond açılanda zaten investorlara dediyi odur ki, venture fonddan söhbət gedir. 8+2 və ya 10+2 mexanizmi ilə açılır. Bu da o deməkdir ki, 8 ilə bağlayacağım, 2 ildə əlavə müqavilələr və s. bu məsələlərə görə. Yəni, əgər venture fondu 8 ilə geri dönüş gözləyirsə, elə bizim də vasilə olduğumuz investisiyalardan o müddətdə geri dönüş gözləməliyik. Təbii ki, bəzi investisiyalar var ki, artıq şirkətlər bağlanıbdır və sıfır olacağını əvvəlcədən bilirik. Amma bu da bir oyunun qaydalarının bir hissəsidir ki, şirkət bağlanmasın deyə əlimizdən gələn dəstəyi göstəririk. Amma bəzən təsvir olsun ki, şirkətlər də bağlanmalı olur. Çünki pul bitir, bazarın istəyi olmur, komanda artıq gedib o divarları aşmağa çətinlik çəkir və s. Yeni ümumiyyətlə onda startaplara nə tövsiyə eləyəriz? Yəni ilkin mərhələdə nəyə fokuslanmalıdır? Hansı səhvlərdən uzaq olmalıdır Elşən? Yəni eləməsin onları. Və əsasdakı o dediyiniz o məsələlər var ki, tutaq ki, bağlanmasınlar da 2 il, 3 il sonra bağlanmasınlar. İndidən nəyə diqqət eləməlidirlər onlar? Keçən il Emerge Summit-ə Waze startupın co-founderı gəlmişdi. Biraz zarafatlaşmışdıq ki, Azərbaycanda deyirlər sokar sizi alıb falan deyir, hansı bazara geçsəm zaten deyirlər ki falan amma onun çox yaxşı bir sözü var idi ki, yəni onun kitabı və s. də var o barədə. Yuri Levin founder'ın adıdır. Don't fall in love with an idea, don't fall in love with problem. Yəni əgər siz həll etmək istədiyiniz problemi doğrudan da sevirsinizsə, siz hər bir çətinliyə qarşı mübarizə apara biləcəksiniz. Və problem, misal deyirəm də, Push 30 nümunəsi getsək. Mənə hər dəfə uyğun olmur ki, bir dəfə abunəliyini ödədiyim zala gedə bilim. Mən hər dəfə fərqli zallara getmək istəyərəm. Bu problemi həll eləmək istəyirdik.
Adil Qasımov. Adil Qasımov 100 milyonluq şirkət yaratmaq deyil idi hədəfi, ya da unicorn yaratmaq deyil idi hədəfi. Hədəfi sadəcə insanlara idmanı əlçatan etmək idi. Və bu problemi həll etmək üçün, o problemə vurulduğu üçün o problemi indi Özbəkistanda da həll edir, Qazaxstanda da həll edir, sabahlarım Saudidə, UAE-də və s. hər bir bazara getdikdə uğurla bu problemi həll edə biləcək. Aydın. Yəni əsas məsələ o necə deyim? O şirkət pul qazanmaq olmamalıdır. O şirkət xüsusilə startaplarda əslində həqiqətən də ilkin mərhələdə pul qazanmaq olmamalıdır. Əsas o problemi həll etdikdən sonra onsuz da o problem həqiqətən o varsa, problem bu arada bizdə olur. Xüsusilə də indi burada atmaca atmayaraq işimə. Amma biz çox sevirik ki, problem yaradaq. Problem yaradırıq özümüzdən. Sonra onu həll edirik, onu həldə tapırıq. Sonra o startap uğurlu olmayanda deyirik niyə uğurlu olmaz? Çünki problem yox idi onsuz da. Bəli. Sadəcə sən öz-özündən bir problem yaratmışdın və o problem yaratmır Kamran qısası. Yenə ürəyim doldu sənin. Yenə nə oldu sən? Sən Kamran, bu startap biraz qəliz məsələdir. Startap çox qəliz məsələdir və bizim əslində belə deyim də Orxan bəylə tanışlığımız bir il əvvələ gedir. Biz o Topdanın bizim bir startapımız var. Bu arada Topdan az startapımız var. Biz o startapı təqdim eləyəndə bu mənim bu dostum Rəşadla bir yerdə biz əslində Orxan bəydən onun yandaşlarından çox belə yaxşı mənada danlaqlar almışıq ki, bunu bu cür eləmək olmaz, bunu bu cür eləmək lazımdır, bunu bu cür eləmək lazımdır. Əslində biz onlara qulaq asarsa, biz belə deyim, bir investisiya ala bildik və bu gün əslində həmin aldığımız investisiya ilə də artıq bazara demək olar ki, çıxmışıq, saytımız var, qurulmuş bir sistem var. Bu tövsiyələr əslində çox vacibdir və düşünürəm ki, bu startap qurmaq istəyən adam, nəsə əldə etmək istəyən adam mütləq bu podkasta baxmalıdır bu öz yerində və bu məsləhətlərə də qulaq asmalıdır. Çünki hal-hazırda belə deyim də bəlkə də bir 30-40 il əvvəl milyonçu olmaq çox çətin bir proses idi. Ağırlı bir proses idi, amma bu gün milyonçu olmaq mən düşünürəm ki, qat-qat asan da olur. Bunu bir startapla da eləmək olar, bunu hansısa bir sosial şəbəkə ilə də eləmək olar. Sadəcə o düşünüb belə deyim də bu problemləri həll etmək lazımdır, başqa heç nə. Yaman baxış. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Qonağımız Elşən Fərzəliyev idi. Orxan bəy, bilmirəm, əlavə eləmək istədiyiniz nə varsa bizi izləyənlərə, belə bizə baxanlara nələr demək əsas istəyirsiniz? gənclərimizə nə tövsiyə eləmək istəyirsiniz? Sizin belə fikirlərinizi alaq son olaraq. Birincisi çox sağ olun dəvət etdiyinizə görə. Son fikirləriniz oldu da deyilmi? Xoş söhbət oldu və çox maraqlı söhbət oldu. Gənclərə demək istədiyim odur ki, bir işin peşəkarı olmalarını istəyərəm, arzu eləyərəm. Çünki bir işin peşəkarısansa, bunun sabah startup yönümündə tapa bilərsən, ənənəvi biznesdən də buradan bir gəlir mənbəyi əldə edə bilərsən, milyoner ola bilərsən və s. hədəflərdən asılı olaraq. Amma əsas bir işin peşəkarı olmaqdır və ikinci məsələ daima öz çevrənizdə networkinginizə fikir verməyinizdir. Şəbəkələşmə imkanlarını qaçırmayın. Mütləq yararlanın, mütləq istər Baku ID tədbiri olsun, istər Merge Summit olsun, istər digər bu tip şəbəkələşmə imkanları olduqda dəyərləndirin. Çünki bir işin peşəkarısansa və güclü şəbəkələşmən varsa, sənin o şəbəkəndə sənin peşəkar olduğunu bilib sənin üçün imkanlar açılacaqdır. Yəni əsas bu iki istiqamətə fikir vermələridir. Əla. Çox sağ olun. Həqiqətən də çox maraqlı oldu. Elşən öz qeydlərini götürdü. Qeydlərimi götürdüm. Sağ olsun. Çox sağ olun. Çox sağ olun. Xoş oldu həqiqətən. Bugünkü qonağımız Orxan bəy idi. Bugün biz startaplar haqqında danışdıq. Bizi izləməyi, paylaşmağı unutmayın və sonda o möhtəşəm sözümüz Öyrənin. öyrədin. Baku ID-yə gəlin.